Salam əziz və hörmətli dostlar. Bu günlərdə sümürgə və sümürgəçilik, istimar və müstəmirə dərslərindən bir səfər daha oxuyaq. Bu kitabdan görək ki, nə deyir? Bu kitabı yazan Albert Memmidir və Tunisliymiş. Bu kitabı hududən 60 il, 70 il bundan öncə yazıbdır və kitabın əsl adı ki, Türkiyə tərcümə olanda qoyulubdur. Sümürgəcinin portresi və sümürgələşdirənlərin portresi adındadır. Human Atiq bunu farsçaya tərcümə edibdir. Hududən 40 min cildi inqilab ilinə qədər 1356-57-yə qədər satılıb bu cildi. Bu kitabdan İranda farsça, amma mütəəssifanə tamam farsların tərcümə elədikləri və yazdıkları kitablarda əl apardıqları və həqiqətləri demədikləri kimi Human Atiq də bu kitabda əl aparıbdır və ciddi tərcümədə problem var. Onun üçün də mən səlah gördüm ki, bu kitabı türkcəsindən oxuyayım və ha belə mənim də türkcəm zəif olduğu üçün, elmi türkcəni başarmadığı üçün təmrin eləyim, həm latin əlifbada oxumağı yavaş-yavaş güclənim, həm də ki, siz də qorxuz tökülsün, görəsiniz ki, İnsaf Əli Hidayət dedikləri adam türkcəni yaxşı başarmır, yavaş-yavaş başlayır oxusun, bizim gözümüzün qabağında oxuya-oxuya zıqqınır, hıqqınır, amma çalışır ki, örgəsin, bəs biz də çalışıb örgəşə bilərik. Hər halda bu günlər 45-ci səhifənin demək olar ki, ilə başdan o səhifə başlanır. İkinci sətrində bir soru soruşmuşdu, o sorudan biz başlayacağıq. Elə mən demək olar ki, birinci sətirdən başlayıram. Əvvəldə 3 kəlməsi keçmiş səfiyə aiddir. Ondan sonra oradan başlayıram. Umarım ki, bu günləri bu səfəni və bu fəsli qutarmış olaq. Deyir ki, hiss etdiyi iyrənməyi gizləyəməz. İçində o iyrənci hiss edir, sümürgələşənlərdən onu gizləyə bilməz. Gizləyəməz, yəni gizləmək imkanı yoxdur, yəni eləyə bilmir gizləsin. Nədənsə sümürgəcininkiləri hatırlatan saptamalarında bu tiskinti ortaya çıxar. Deyir ki, nədəndir, yəni dəlili nədir ki, bunun bu saptantılamaları, yəni bu bir adətə çevməsi, bu saplantı, baxın dostlar, məsələn, bir dənə baltanın, bir şeyin dəstəsi ona saplanır. Hər şey ki, bizə əxlaqi olaraq saplanır, yəni biz onu yada gətiririk, ondan bizə gəlir, o saplantıya çevrilir. Nümunə bıraq, məsələn, örnək. Örnək, nümunə kəlməsi ki, ərəbcədir və misal da yenə də ərəbcədir, onun yerinə örnək kəlməsi bir misal bıraq. Deyir ki, məsələn, saplantı belə olsun deyək. Adam, bir nəfər, bir ayrı adamı görəndə hər şey, bir şey həmişə onun yadına düşür. Bir şey yadına düşür. İndi, məsələn, çimçəşməli bir şey. Ona saplantı deyirik. Ya hər vaxt bir şeyi görsək, məsələn, bəzi adamlarda itdən qorxmaq bir qorxudur. Bu, ona saplanıb, o adamın gəlir. Hər vaxt bir iti görsək, da belə sevməli it də olsa, adamcıl olmasa, hürməsə də, işi olmasa da bu adam elə onda bir qorxu var, o gəlir. Saplantı belə bir şeydir ki, saptamlarında, yəni həmin o ki dedik onu, bu diskinti. Tiskinti həman diskintidir, deyir, bu onda ortaya çıxır. Yəni, həmişə biz su görəndə bir İmam Hüseyni yada salırıq. Baxın, bu bir-biri ilə gəlir. Diskinti də belədir. Biz bəzi şeyləri görəndə mütəəssifanə ya bədbəxtənə diskinirik. Aslında insanın doğasının hər iklimdə özləşdiyindən o priori əmin olduğu dönəmlər çox geridə qalmışdır. Deyir, əslində hər iqlim, dostlar, mən qabaqcan bir səfəni oxuyanda dedim ki, ab-ı həva farscadır. Bunun türkçəsi iqlimdir.
Farsda da qədim işlənər, indi bilmirəm coğrafiyalarda işlənilir yox, amma iqlim dostlar, yerin nəcürlüğü, dağlıq, daşlıq, düzlük, qumluq, sululuq, fəqət şorabalıq, bunlar bir də havası. Bunlar o iqlimdir sözüdür. Biz də ab-ı hava ki deyirik, mənzurumuz belə bir şeydir Farsçada. Amma onun türkçəsi iqlimdir. Deyir ki, əslində insanın doğasının, yəni insanın təbiətinin, təbiət sözü ərəbcədir, onun türkçəsi doğadır. Doğasının nə idi? Deyir, hər iqlimə aid bir doğası var insanın. Yəni, hər kəsən harada yekəlibdir, doğulubdur, orada yekəlibdir, orada başa çəkibdir, oranın iqliminə bir şey var. Oranın iqliminə bağlıdır. Onların iqliminə tərbiyyət olubdur. Boya başa çatıbdır. Özləşdiyində, yəni onun xüsusiyyəti ilə, yəni o iqlimin özəllikləri ilə özləşdik, yəni o bir insan o iqlimin özəllikləri ilə özləşir, yəni onunla xüsusiləşir onun. Məsələn, Azərbaycanlılar balıq çox yeməzlər. Çünki bunların iqlimində balıq yoxdur, ya çox azdır. Bunun üçün onlar balıq yeməzlər və bəzən də balıqdan diskinərlər hətta. Yəni, Azərbaycan iqliminin özəlliyində balıq yoxdur. İnsanlar da o iqlimin özəlliyi ilə özəlləşirlər, yəni ona bənzirlər. Bunu istir desin. Çox gözəl bir sözdür. Mən bunu belə düşünürdüm öncələrdə, məsələn, bir illər öncə, bəlkə 10 il, 20 il. Mən o zaman hətta Ruznamə Salamda işlirdim, 30 il bundan qabaq. Onda belə düşünürdüm ki, insanlar iqlimin məhsuludur, səmərəsidir, meyvəsidir. Yəni, bir iqlim dağlıqdır, daşlıqdır, insanlar soyuqluqdur, insanlar o iqlimə görə giyinirlər. Məsələn, Kürdlər, deyək, feylən. Çünki Azərbaycanlılar da bu cür idi. Mən uşaqlıqda yadıma gəlir, amma sonralar biz paltarlarımızı dəyişdirdik. Amma bunlar ora soyuqdur, dağlıqdır. Onlar buna görə məcburdurlar sinozu tutmayalar, başları mərəzləməyə, başlarını çalalar. Bu bir təbii bir şeydir. Böyürlərin kolyələri məlizləməsin deyə böyürlərin şey eləyərlər. Ayaqqabıları qalin corab giyərlər. Eyni Azərbaycanlılar ki, dedim, bu vəziyyətdə gedirdilər. Böyüşləri var idi, papaq deyirik da, papaqları var idi filan. O iqlim buna özü. Bir də dağ insanı ağac olmasa, ağacı az olsa, yağışı az olsa, eyni o təbiətdə olar. Yəni, o iqlim, əgər yağışı çoxdur, gölgərəntisi çoxdur, heyvanı çoxdur, meyvəsi çoxdur, insanları yumuşaq olar. İnsanları daha mehrəban olar, təbiətə bənzər. Nə qədər ki, quraqlıq olar, nə qədər ki, dağdaşlar xəşin olar, ağac az olar, yağış az olar, insan da təbiət kimi xəşin olar. İndi diqqət buyurun, ərəblər hamısı az paltar giyirlər, üst-üstə. Nazik paltar giyirlər, çünki isti bir bölgədədirlər. Başlarına da bir şey örtürlər ki, isti bunları vurub başlarını qeynətməsin, bir kölgə salsın, yandırmasın. Diqqət buyurun, amma xəşindirlər. Ərəblər üstə biraz nə deyərlər, qaba deyirik da, türkçə, qabadılar. Xəşin kəlməsinin türkçəsi qaba. Ya bəluçlar da baxırsınız, görürsünüz, biraz dağlıq, biraz çox quraqlıq o vəziyyətdədirlər. Onların da paltarları ona görədir. Rəftarları da ona görədir. İndi farslara baxın, farslar bir dənə torpaqdadırlar ki, quraqlıqdır. Susuzluqdur, qumluqdur, ağac yoxdur. Göydən bir damcı yağış yağırsa onu bir nemət, bir eləx özlər mənim olsun. Hər kəsən özünə çıxmağa çalışır. İndi bunu siz toplumsal da farsda görürsünüz ki, dəqiqən bir kəvir kimi bir millətdir. Heç kəsə xeyir yetirmir, hər nə gəlir mənim olsun deyə alır əlindən. Dünyaya da bu cürsü baxır. Yəni o təbiətdən dünyaya bax. Mən dünyaya heç zat verməyim, əhlə gətirim. Diqqət buyurursunuz. İndi ərz edeyim ki, mənim nəzərimə insan təbiətin meyvəsi kimidir. Kəbirdə heç zat yetişməz. İnsanlarından da bir xeyir yetişməz insanlara. Şimalda, yağışlı olan yerdə Azərbaycanda insanlar şimalda daha çox yumuşaq,
daha çox insansevər, daha çox xeyirli. Gəldikcə quzeyə tərəf üzdən bu şey olur. Farslara tərəf üzdən bu xəsisləşir. Cimrici olur. Bu onu istədi desin ki, özləşdirir. İqlimin özəlliyi ilə insanlar da təbii olaraq o doğaldan özəllikləri alırlar. Bunu istəyir desin ki, mən onu deyim. İndi burada bir dənə a priori deyir. A priori latincə sözdür. Öncə, əski, qədim. Xüsusilə o zaman ki, yəni təyyarə yox idi, maşın yox idi, dəmir yolu yox idi, tirelilər yox idi, gəmilər yox idi. O zamandan danışır ki, o zaman dahi insanlar təbiətə yaxın idilər. İndi tireli, təyyarə, gəmi filan yükü gətirir, tökür, hər yer elə bir-birinə bənzir. Amma insanlar nəhayətdə hələ bənzəmirlər. A priori əmin olduğu dönəmlərdə deyir ki, o dönəmlərdə ki, insanlar belə bir şeylərə inanırdılar, əmin idilər. Əmin olmaq, yəni inanırdılar. Mütməin idilər. İnancıları kamil idi. Çox geridə qalmışdı. Deyir, o cür bir dönəm çox geridə qalıbdır. O cür ki, deyil. Məncə, hələ fiilən insanlar təbiətin məhsuludular. Təbiət olaraq fikirlərinə, yaşamlarına, geyimlərinə, ənənələrinə, gələnəklərinə, görənəklərinə, qanunlarına hamısına yön verir. Təbiət insanı yönəltir. İnsan eyni o birisi heyvanlara tay, təbiətin məhsulu və onun qurbanisidir və onun zindanisidir. Yəni, Alaskada yaşayan, buzluqda yaşayan heyvanlar oranın məhsuludurlar. Onlar gəlib ayrı yerdə yaşayamazlar. Çünki hava isti olsa onlar mərizlərlər. İnsan da belədir, hər halda. Buradan getsək əgər, doğru buna hala inanıyor. Amma daha çox soyut bir evrensəlliyə ya da gələcəyin tarihində yer alacaq bir idealə inanır gibi. Deyir ki, doğrusu budur ki, hala bir də insanlar təbiət ilə insanın arasında olan doğal rabitəyə və özəlləşməyə inanırlar. Hala inanıyor, tamam. Amma daha çox soyut bir daha çox mən soyut kəlməsinə bir baxım görüm ki, bu soyut nə deməkdir əslində. Bunu heç oxuyanda da diqqət eləməmişəm. Somut gördüyüm üçün diqqət eləməmişəm, amma bu somut deyil, soyutdur. Mən ərz eləyim ki, Google-ə əgər tapa bilsək, bir Google elərik. Google Translate. Google Translate. Tamam, elə mən Google-də bunu translate eləsəm. Nədəndir ki, mənim bu günləri Turkish English soyut. Soyut. Soyut deyib xülasə. Burada xülasə eləyibdir. Mən də burada yazdım ki, soralar biraz hafizəmdə yazmaq, hafizəmə də köməklik edeyim. Deyir, xülasə bir evrensel. Deyir ki, amma daha çox xülasə desək, ya xülasə olaraq bir evrensel. Evrensel cahanşumul. Farsca, İngilis, ərəbcə sözdür. Cahanşumul fikrim elə həm cahanı, həm də ki, şumulu hər ikisi ərəbcədir. Amma hər halda ya indi cahan farscadır ya deyil, onu tartışmıram. Deyir ki, evrensel yəni kolli bu varlıq dediyimiz bir şey. Tamam, kəhkeşanlar, filanlar, zadlar hamısı bu evrensəlin içindədir. Evrensəlliyə ya da deyir, yəni belə bir şeyə inanır, evrensəlliyə, ya da gələcəyin tarixində, tarix biz yetəcəyi danışırıq dostlar.
Tarix o şeydir. Normalda biz deyəndə tarix yəni keçəcək. Amma gələcək də tarixdir axı. O da tarix olacaq, amma gələcəyin tarixində. Cümlə qəşəngdir. Farsda bunu ayəndə, der ayəndəyə dur. Belə deyirlər. Amma burada türkçədə bunu gözəl deyir ki, gələcəyin tarixində biz yazacağıq. Keçəcəkləri dədə-babalarımız yazıblar, nə cür yazıblar, getib gedibdir. İndi biz onların səmərəsində belə yazırıq, amma biz gələcəyi nə cür yazacağıq, onu düşünməliyik. Mən buradan belə düşünürəm ki, gələcəyin tarixində yer alacaq bir ideal inanırlar, bir idealə, bir düşüncəyə, bir xiyala, bir arzuya inanırlar. Gələcək tarixinə bir arzu qururlar. Gördünüz, bu orada farslarda bu cür bir kəlmə yoxdur. Biz bunu beləsi görməliyik. Armanşəhər dostlar farsıda işlənir. Armanşəhər. Armanşəhər dedikləri xiyalda bir şəhərdir. Bir yaşam yeridir. Şəhər deyil. Bir yaşam yeridir. Amma o hardadır? Keçəcəkdadır, indidir ya gələcəkdadır. Farslarda bu bəlli olmur. Amma biz dedik gələcəyin tarixində deyəndə, yəni bəlli edirik ki, biz gələcəyi xiyal edirik. Keçəcəyimizi və indi ilə işimiz yoxdur, biz gələcəyi düşünməliyik. İndi də ki, bu vəziyyətdən çıxmalıyıq. Bana fazla ileri getdiyim iyi niyetli sümürgecinin artık o kadar iyi niyetli olmaktan çıktığı, yavaşça değiştiği söylenebilir. Deyir ki, mənə belə deyə bilərlər ki, mənə etiraz eləyərlər müntəqidlər ki, fazla irəli getdin, çox getdin, tünd oldun. Farsca deyirik, çox irəli getdin türkçə. Ya tünd oldun, ya deyirik ki, ifrat elədin. İrəli getdiyin, yəni çox bunları tənqid elədin. İyi niyyətli sümürgəcinin, iyi niyyətli bir farsın, bir pan-İranistin, bir pan-farsın, bir ziddi türkün, ziddi Azərbaycan mənfəələri qarşısında duran bir insanın, bunlar sümürgəçidirlər. Bir iyi niyyətli sümürgəci, indi deyək ki, bir dana sərmayədar, pan-İranistir, ya pan-farsdır, ya ziddi türküdür, amma niyyəti yaxıcı olar. Bu deyək ki, mən gedirəm Azərbaycanda bir fabrika açam, karxana. Buna deyirlər iyi niyyətdir. Amma bu şərtilə ki, deyəmir ki, gedirəm orada çox mənfəət qazanıram, ona görə gedirəm ora. Deyək ki, gedirəm bu Azərbaycanlılara mən köməklik eləyəm. Buna iyi niyyət deyərlər. Yoxsa sən mənfəətindən ötürü bura gəlsən, o niyyət deyil, iyi niyyətlik deyil. İyi niyyətli sümürgecinin artıq o kadar iyi niyyətli olmaqdan çıxdığı, deyir ki, iyi niyyətli bir sümürgeci artıq daha o qədər iyi niyyətli olması gərəkmir. İyi niyyətli olmaqdan çıxdığı, oradan bir çıxıb deyir, bu o cür də deyil, yavaşca değiştiği söylenebilir. Deyə bilirik ki, yavaşca bu değişilir. Zaman içində gene sümürgəyə tərəf değişilir. Bunu deyə bilərlər. Söylenebilir, yəni bunu deyə bilərlər. Artıq o bir sümürgeci kolonyalist deyil midir? Deyir ki, əcəba bu adam ki, yavaş-yavaş çevrilibdir, iyi niyyətli adam, bəlkə gəlib olub Azərbaycancı, türkçü, bunu hələ belə bu sürüsü baxaq. Deyir, belə bir soru soruşaq onda. Artıq o adam bir sümürgeci deyil midir? Bir sümürgeci deyil o. Kolonyalist İngiliscə, latincə sözüdür bunun sümürgecinin. Onu burada gətiribdir. Koloni eləyən bir adam. Heç də deyil. Deyir, belə deyil. Əsla deyil. Heç də deyil, yəni əsla deyil. Bu suçlama çoxu zaman əcələcə və hatalıdır. Deyir, belə suçlama müttəhəm eləmək, dostlar. Mən özüm, məsələn, ittiham sözünü yazıram yazılarımda. Bu, türkçə deyil, ərəbcədir. Suçlamaqdır. Deyir, bu suçlama çoxu zaman, yəni çox zamanda əcələci və
xətalıdır. Həm əcələ üzü iləndir, əcələnin ətkisi altındadır, belə bir qəzavət eləmək, suçlama, həm də ki, xətalıdır, yanlışdır. Yanlış, səhv, xəta. Bunlar ayrı-ayrı sözlərdirlər. Yanlış odur ki, bilmədən bir iş görürük. Məsələn, maşın sürürdük, bura bir yöndür, getməyəcəkdik bura, buradan gələrlər. Birdən döndük, bura girdik, bu səhvidir. Heç məlumatımız yox idi. Birdən elə söndük ki, buradan gedək, biraz getdik, gördük ki, əydad, mən yol bir yöndür, tərsə yöndə gedirəm mən, qabaqdan gələn maşınların həqqidir, bir cür oradan çıxıram. Bu xətamı bilib, xəta deyil də, dedim, bu səhvi bilib çıxmaqdır. Bu səhv olur. Bir də xətadır. Xəta budur ki, biz bir şeyi bilirik xilafdır. Qanun var, ürfü var, din var, filan var, bilirik ki, bu xilafdır. Amma bu xilafı eləyirik. Bilə-bilə eləsək, bu xətadır. Birincisinə tövbə lazım deyil, o səhvidir. İkincisinə xətaya tövbə lazımdır. Ki, mən bir də bu işi görməyəm. Məmulən o xətanın mücazatı var. Dində olsun mücazatı vardı və qanunda da olsun mücazatı vardı, örfüdə də olsun mücazatı var. Örfüdə nə cür? Məsələn, deyir ki, məsələn, bizim ürfümüzdə erkək kişilər şortunun çıxmaz xiyabana, ya tumanla çıxmaz xiyabana, qonaq qabağına. Əgər bu adam şortuna ya tumanla çıxsa xiyabana ya qonaq qabağına, bunu xor görərlər. Xor təhqir. Bunu xor görərlər. Bu şeyin mücazatıdır. Ya məsələn bizim niyə məsələn bir qızı nişanladanda, bir oğlanla bir qız nişanlananda niyə biz bunları şey edirik? Qonaq çağırırıq, hamıya göstəririk ki, bunlar nişanlanırlar. Çünki istirik örf, yəni kolli o camiə bilsin ki, buradan bu yüzden bunlar bir-birinindir. Niyə? Burası mühümdür. Neçə dana istir qanun burada şey eləsin. Bir bu iki, heç kəs bu xanımı da bile istəyə bilməz, haqqı yoxdur. Çünki hamı bildi bu xanım nişanlandı. Ya ərə getdi. Bunu istəmə haqqı, bunun dalısına düşmə haqqı, buna söz düşmə haqqı yoxdur. Əgər toplum, düzdür, biz dalda da bu işləri görə bilirik. Yəni, insanlar mütəəssifanə indi də daha çoxalıbdır bu işi. Amma toplum bunu görəndə ki, bir dana xanıma, ya bir dana kişiyə, bir qız, ya bir xanım, biri əksi cinsə söz atır, əksləmək görsənir. O adamı aşağı görür, xor görür, əskik görür, namussuz görür. Bu da mücazatdır. Hər halda, yadımdan çıxdı ki, üçüncüsü nə idi, yadımdan çıxdı. Hər halda dedi ki, mənə belə deyərlər, mən də onlara deyərəm, heç də belə deyil. Bəlkə bu suçlama çox zaman əcələci bir suçlamadır və ha belə xətalıdır. Xəta vardır. Xətanın çoxunu dostlar, bəzi vaxtlarda biz bilmərik. Bunu da deyim biləsən. Biz xəta elərik. Məsələn, uzaqdan baxırıq, bir dana dağı cıqqılı görürük. Mən uşaq idim, yadıma gəlir. Məsələn, 2-3 bəlkə də kiçik idim. Hətta kətdə bizim bir uşaqlarla, taytüşlərimizlə bir oyunumuz olurdu. Belə əlimizi qoyurduq, məsələn, ya iynəni tuturduq gözümüzün qabağına, onun dəliyindən baxırdıq, deyik, dağ nə qədər dıqqılıdır, iynənin dalısından, bacasından görsəniz. Bu xətadır da, dağ yekədir, amma biz onu orada görürük, o cürsü görürük. Yəni, uzaqdan baxanda kiçik görürük, qarıcımızla ölçə bilirik onu. O xətadır, o bizim gözümüzdə bir xətadır. Bu xətalar mücazat olmaz. Təbiətdə olan xətalar mücazat olmaz. Normalda təbiətdə də xəta çoxdur. Çoxdur. Məsələn, sərətan bir xətadır. Təbiətdə olur. Biz bəzi sərətanları insana zərər versə, onlara sərətan deyirik. Xətaların şeylə. Amma çox yerdə əgər xəta üz versə, sevinirik. Məsələn, ikiz doğmaq. Bu xətadır. Təbiətin qanunun ziddinədir, amma 2 dana oldu uşaq. Çox da sevinirik, ikiz uşağımız var. Ya məsələn, heyvanımız 200 doğa, 400 doğa. Ya məsələn,
toyuğumuz gündə 2 dana yumurtlayır məsələn. Biz bunlarda xəta olmağı ilə sevinirik, çünki bizə zərəri yoxdur, xeyri var. Pəs biz də xətanı, dostlar, təbiətdəki xətanı ya eşikdəki xətanı bizlə ilgili mənfəət və zərər üzündə bilirik. Məsələn, uşağımız bir iş görür, onu tənbih edirik, qədim mütəəssifanə elirdik. Bu çox böyük bir xətadır, biz elirdik, uşaqları tənbih edirdik. İndi ya danlırdıq, ya vururduq, ya üstünə qışqırırdıq, ya nə bilim dağ basırdıq, ya qorxudurduq, bacadan, nə mənə damda baca məsələ. Ya səni verəcəm filan şeyi yesin. Bunlar çox böyük xətaydılar ki, biz elirdik və mütəəssifanə bilgimizin az olduğundan dolayı bunları da bilmirdik. Bilmirdik ki, biz böyüklükdə xəta elirik. Bizim xətamız, insanın xətası çox-çoxdur. Çox-çoxdur. Yəni, tüm heyvanlardan çox insanın xətasıdır. Ərz elədim, təbiətdə də xəta çoxdur. Amma o xətaları bizim nəfimizə olsa, onları biz sevinərik. Bu da o xəta məsələsində bir də bunu açıqladım. Nə var ki, insan ömür boyu bu xarici sözdür, bunu mən bir də deyim. Pittoresk. Picture ki vardı İngiliscə. Bu latincə sözdür pittoro ya pittoresk. Bu pittoresk ki latincə sözdür, gəlib türkçədə elə ucuz işlənir. Yəni picturesque. Yəni şəkil, əksi kimi bir şey. Onu istədi desin. Deyir ki, nə var ki, insan ömür boyu picturesque tablo olaraq kalacaq bir şeyin içində. Yəni az çox yoğun bir yersiz yurtsuzluq içində yaşayamaz. Deyir ki, nə var ki, heyf olsun. Nə var ki, bizim dilimizdə heyf olsun. Heyf ərəbcədir. Türkçəsi nə var? Nə var ki, insanın ömrü, bizim bu ömrümüz, indi 100 ildir, 70 ildir, orasında sözümüz yox. İnsanın ömrü bir tablo nəqqaşisinin içində. Ya nəqqaşi tablonun içi kimi ki, baxın, nəqqaşini qoyurlar tablonun içinə. Yəni, 4 çərçivəsi var. Bu çərçivənin içinə bir nəqqaşı qoyurlar ki, o orada qalmalıdır. O yekəlikdə də oradan da çıxıb qaça bilməz. Beləsi deyir ki, insanın ömrü, əgər tapa bilsəm ki, hara getdi, insan ömür boyu bir tablo olaraq qalacaq. Bir tablo kimi bir yerdə qalacaqdır. Bir şeyin içində qalacaq da. Deyir ki, heyf olsun ki, insan da bir tablo kimi ki, həmişə çərçivədə qalır, insan da bir çərçivənin içində qalacaqdır. Bir şeyin içində qalacaq. O şey düşüncədir çox, dostlar. Yer deyil. Tablo bir çərçivənin içində divarda qalır. Aslanır bir yerdə qalır orada. Amma insan fikir olaraq saçılır bir yerə, aslanır bir yerə orada qalır. Yoxsa coğrafi olaraq, yer üzündə olaraq dolanır. İşə gedir, evə gedir, dolanmağa gedir, familiyə gedir, kəndə gedir, şəhərə gedir, müsafirətə gedir, ayrı məmləkətlərə gedir. Bu, amma onun içindəki aslanıb qalıb bir yerdə. Onu istir desin. Yəni, az-çox yoğun bir yersiz yurtsuzluq içində yaşayamaz. Deyir ki, az-çox insan bir yoğun dostlar, yəni çox. Məsələn, deyir ki, mən bu gün yoğunum, yəni işim çoxdur, başım şuluqdur. Farsça şuluq deyirlər ha, ərəbcə, İngiliscə bizi. Onun türkcəsi yoğundur. Bu gün mənim başım yoğundur, ya bu gün yoğunum. Yoğun burada kök olmaq anlamına gəlir, yəni işim çoxdur da, kök, yəni çox olmaq, yoğun kök olmaq, kök olmaq, çox olmaq. Bu gün yoğunum, yəni bu günlük ki, kökəlmədim ki, yəni bu günləri işim çoxdur. Deyir ki, çox yoğun bir, az-çox yoğun, yəni bir çox müddət, bir yersiz, yürsüz bir yerdə yaşaya bilməz. İnsanın gərək yerli-yürü ola, ya yerli-yürsüz ola bilməz. Dedi, necə tablo əsirdir o çərçivəyə, o divara. İnsan da fikir olaraq, mən bunu özümdən deyirəm, fikir olaraq mütəəssifanə
əsirdir bir tabloa, oradan çıxmaq çox zordur. Amma yer-yurd olaraq daimən azad ola bilməz. Gərək bir yeri sonunda özünə yer-yurd bəlləsin. Bunu istirdi deyə. Bir turist olaraq orayla ilgilenilir. Deyir ki, bir turist kimi, turist dolanancı. O adam ki dolanır, ona turist deyirlər. İngiliscə dolanan. Bir turistcə, yəni turist dolanan adam, üzrə mən bunu, bir turist olaraq orayla ilgilenebilir. Deyir, bir turist olaraq bir yerlə ilgilenebilir, əlaqə bağlaya bilər. İlgilənmək burada yəni təvəccüh eləyə bilər, baxa bilər. Amma turist olaraq 1 gün, 2 gün, 5 gün, 10 gün, 1 ay, 1 il. Bir sürəliyinə oraya aşık olur. Hətta bir sürəliyinə o yerə aşık ola bilər. Fərqlidir ha, vətəndən fərqlidir bu. Deyir ki, belə ola bilər. Amma sonunda usanır. Amma sonunda yorular. Usanmaq, yorulmaq, ruhi yorulmaq. Ruhi yorulmaq. Farsların bunda yoxlarıdır. Bu söz yoxdur farsda. Usanmaq, ruhsal olaraq yorular. Bir dənə insanların bəziləri nəqqaşidən çox xoş gəlir. Amma bir dənə nəqqaşini açsır evinə, onu da sonra görmür. Əsən təvəccühü ona getmir. İltifat eləmir ona. Elə asır ora həmişə onu görməməzlikdən gəlir. Çünki hər şeyə insan adət eləyəndən sonra onun gözəlliyi aradan gedir. Onun üçün də deyirlər ki, nəcür olur ki, erkəklər ya xanımlar bir dənə sevdiği adamı ilə evlənir, birazdan sonra ondan boşanıb ayrı adamla evlənmək istəyir. Ya ayrı adamdan xiyanət edirlər bir-birlərinə. Niyə? Deyir ki, çünki insan bir müddət biri ilə qalandan sonra ona adət edir. O normal olur da, gözəlliyi normal olur. Deyir ki, amma sonunda usanır, ruhi olaraq yorulur, ruhsal olaraq yorulur və ilk çəkim gücündən sıyrılır. Və ilk, bunu dedim, başda, ilk yəni başdakı aşık olmuşdu yerə, bir adama, bir şeyə, bir tabloa. Deyir ki, ilk çəkim, onun cəzzabiyyət, ərəbcə sözdür cəzzabiyyət, çəkim türkcədir. İlk çəkim gücü azalır. O xanımın, o tablonun, o kişinin, ya o bağın, o həyətin, o evin ilk çəkim gücü azalır. O dağın, o dərənin. Adamlar gedir, məsələn, bir ayrı yerdə ondan çox aşağı bir şey görür, onu çox sevir. Bu, insanın istər-istəməz şeyidir, ruhsal durumudur. Sıkıntısız yaşamaq için insanın kendisinden ve dünyadan uzaklaşarak yaşaması gerekir. Deyir, sıxıntısız, fişarsız, stressiz. Diqqət buyurun, sıxıntı, yəni zor, fişar, stres, baskı hətta. Sıkıntısız yaşamaq için bir fişar olmağa, stres olmamaq yaşamı lazımdır ki, neyniyəsən o cür bir şey. İnsan kendisinden, əvvəlcə özümüzdən də uzaqlaşaq biz. Yəni fikrimizi değiştirək, kitabları değiştirək, yerimizi değiştirək, bunları değiştirək. Ta biraz sıxıntısı az olsun. Axı mənim əgər bir dənə beynimdə bir müşkül vardı, ya bir mərisilik var, ya bir şey, bunlar sıxıntıdır da. Mən bunlardan o zaman qutara bilirəm ki, bunlardan qaçam. İndi mənim zehnimdə bir müşküllərim vardı, bir stresim var, bir mərisilik var, gərək bunlardan qaçam. Bəs əvvəl deyir ki, sıxıntısız bir yaşam üçün insanın kendisindən və dünyadan, yəni dünya burada dostlar, çevrəsindən, ətrafından, həndəvərindən uzaqlaşması lazımdır. Yaşaması gerekir. Deyir, uzaqlaşaraq yaşaması gerekir. Dostlar, mən Kanadada eşitdim, bizlər ki, nə deyirlər, şərqidən gəlmişik, bunu təcrübə eləməmişik. Bu, eşitdiyim budur ki, Kanadalıların, onlar heç biraz az-çox əlləri, ağızlarını yetişir, eləyə bilirlər, ildə bir kərə müsafirətə gedərlər, uzaq müsafirətə, yəni məmləkətdən çıxarlar eşiyə.
sifariş edirlər ki, əlbəttə eşitmişəm ki, o İskandinavi deyilən məmləkətlərdə də belədir. Deyir ki, dövlət bunlara deyir ki, İskandinavidə, Kanadada belə bir şey yoxdur. İskandinavidə dövlət deyir ki, hər kəs nə hüquq alır, onun məsələn deyirəm, %2'sini bankdan ala bilməz. Bank bunun hər nə hüquq gəlsə hesabına %2'sini saxlayır, ya %5'ini saxlayır, bilmirəm. Ona vermir. Yəni adam acından dölsə ona vermir. İl başı bu bir pul olur. Olur 5.000 dolar, 10.000 dolar, hər nə qədər. Dövlət deyir ki, nə qədər pulun var, belə də mən verirəm. İskandinavi dövlətləri. Bu pulu götürəcəksən, məmləkətdən çıxıb gedəcəksən. Məmləkətdən çıxacaqsan, gedəcəksən ayrı məmləkətə. Kanadada eşitdiyim nədir? Kanadada eşitdiyim budur ki, bu insanlar ki, biraz əlləri ağızlarına çatır, Kanadada, Kanadalıdırlar. Bunlar ildə 2 seri ən azı arvad kişi bir-birindən ayrılarlar. Məsələn, bu səfər kişi qalacaqdı evdə, arvad yoldaşları ilə çıxacaq, gedəcək bir ayrı məmləkətə. 5 gün, 10 gün orada qalacaq, qeydəcək, gələcək. 10 gün, 15 gün tamarzı qaldı ərinə. Qeydəcək ya yoldaşına, həyat yoldaşına, ya partner deyirlər, partnerinə. Qeydəcək, gələcək ora. Bunu tazaşdan görəcəkdir. Tazaşdan buna tazalanacaq hər şey. Sevəcəkdir. O başdakı ilgini çəkəcəkdir. Cəzzabiyyəti olacaqdır. Məsələn, 5-10 gündən sonra, bir aydan sonra da əri gedir bir ayrı məmləkətə, 10 gün, 15 gün gedir dünyada bir yeri dolanır. Ondan sonra o da gəlir tam arzı. Baxın, əslində 4 dəfə bu adamlar bir-birlərindən uzaq qalırlar. 10 gün, 20 gün. Tam arzılaşırlar, gəlirlər bir-birlərindən bir-birlərinə yaxın olmaqdan, görməkdən, oturmaqdan, durmaqdan ləzzət aparırlar. Bizlərdə bu yoxdur mütəəssifanə. Dolanmağa gedəndə də gərək həm gedək, hər yerə getsək bərabər gedərik, bərabər gələrik, elə daimən də bir-birimiz olduğunuzu görürük, bir-birimizə də hörmətsizlik edərik. Bu doğru deyil. Doğru deyil. Biz də biraz elmi baxmalıyıq, biz də biraz insani baxmalıyıq. Bu da kitabda bunu bizə açıqlır. Dedi ki, sıxıntısız yaşam üçün insanın kəndisindən, həm özümüzdən, həm də dünya ətrafımızdan uzaqlaşaraq yaşamaq gələcək. Biz belə uzaqlaşaq ki, biraz yaşaya bilək, sıxıntısız yaşaya bilək. Dedim, misalını da vurdum ki, nə cür ər-arvadlara görə bizlərlə bunların nə fərqi var. Ətrafında çocuqluğunun səslərini və kokularını yenidən yaratmalıdır. Deyir ki, bu adam uşaqlığında bir şeylər görübdür. Anası olan zaman, ya anası yox imiş, uşaqlığında. Uşaqlığında bu adam bir şeylər görübdür, yiyibdir, içibdir, gedibdir, gəlibdir, oynayıbdır, çuf uçubdur, dəriyə gedib, dağa gedib, buradan atılıb, oradan oturub, burada qışqırıb, orada palçıq oynayıb, burada bu yoldaşını görüb, orada yoldaşını görüb, burada bu yeməği yiyib, burada o yeməği yiyibdir. Deyir ki, indi yekəlib bu adam, neynəməlidir, bunu deyir. Deyir ki, insanın doğası belədir, yəni, təbiəti belədir. Deyir, ətrafında, çocuklarında, ətrafında, yəni dövrəbərində, ətraf ərəbcə sözdür, dövrəbər bizdə, mühit, çevrə, mühit ərəbcədir, çevrə türkcədir. Deyir ki, bu ətrafında, çevrəsində olanlar çocuqluğunun səsləri. Çocuqluğunda bu səslər eşidib, musiqilər, nə bilim, rəqslər, toylar. Məsələn, mən uşaq idim, məsələn deyirəm. Yadıma gəlir, bir toydur, o qədər kiçiyəm ki, yadıma gəlmir da, kimin toyudur. Toydur, kişilər məclisidir. Bizim yurdluğumuzda kişi məclisinin, xanım məclisi ayrı olardı üst-üstə. Yaşlı xanımlar kişi məclisinə də gələ bilərdilər. Aşıq gələrdi, oxuyardı. Kiçik uşaqları məmulən ya dədəsi qucağına alardı, ya da ki qoyardılar, məsələn, bir taxtçıya fulana. Məni qoymuşlar, taxtçadan baxırdım. Məsələn, bu mənə hala çox cəlibdir. Məsələn, sarı yağı mən sevərəm, uşaqlıqda yemişəm, sarı yağı sevərəm. Əriş daşını çox sevərəm, uşaqlıqda yemişəm. Həmişə də yadıma düşəndə, məsələn, xatirəsi də gələr. Babam, məsələn, ləmbəki ilə içirdi. Xamiyə qaşıq yox idi, ləmbəki ilə içirdi. Kasıblıq idi. Soğanlı ərişli aşı, bəhbə. Ərz edeyim xidmətinizə ki, deyir ki, çocuqluğundakı səsləri, dağı, məsələn, mən Kəlana aşiqəm. Kəlan insanları biraz nacürdülər, dizində insan. Yəni, şəhərdə oturmaqlarına baxmayalaq, insanlıqlarından yoxsulluq, insanlığında yoxsulluq var.
Bir fəqr var, insaniyyət fəqri var. Hamı pullanıbdır, hamının əli ağzına yetişir, maşını var, gəli var, gedi var, falan var. Amma insanlıqda bir-birimizə faydamız dəysində biraz çox aşağı olmuşuq. Hər şey mənə, niyə ona olmasın? Məsələn, suyu bölənmir kətdə. Bu kətdə hər nə qədər adam var da, biləxərə bir təddə adam var və bu kəndin suyu bunlarındır. Yəni bu kəndin suyu bunlarındır. Bunlar yoxsa acından ölərlər, bir-birlərini öldürərlər, susuz qalarlar. İndi biri bura suyu qoymur o birisinə, o birisi qoymur o birisinə, o birisi. Biri deyir ki, mənimki 24 saat açıq olsun, biri də orada susuz qalır. O halda ki, biz insani baxsaq budur ki, məsələn, gələk nəfərə bir pul qoyaq, bir dana bir orada göl düzəldək, 10 metr, bunun 10 metr dərinliyində verək burduza eləyən, diz eləyən, hər dəminin dəlsin, qalsınlar, töksünlər eşiyə, buna bir dövrəsinə bir simandan, betondan bir divar çəkək, üstünə də bir səxfi boyaq, bir dam ataq üstünə. Buradan bir lülə oradan gəlsin, bir lülə də daldan gəlsin su bunun içinə. Önündən də bunun çıxsın su eşiyə. Sonra deyək ki, ağa, hər kim bu sudan gündə 1 saat, yarım saat bu su gedəcək onun bağına. Çünki ağaca bir əndazədə su lazımdır. Çox su lazım deyil. Lazım deyil bu ağacı 24 saat suya qoyuluyaq. Yox. Elə o qədər ki, eləyə bilək ağaca su verək, dünyada nə qədər veriblər, biz o qədər su versək, o qədər də oradan bar götürürük. Hər halda, bəli, mən o səslərə, o dağa, o kəfşənə aşiqəm. O dərələrə, o bulaqlara, fəqət küçələrindən acığım gəlir. Çünki tamam, hala fikir edirəm ki, qum da tökülməyibdir, palçıqlı, peyinli filan belə bir vəziyyətdədir. Ətrafındakı cocuğundakı səsləri eşitmək istəyir və kokularını, koku biz iyi deyirik, ətr deyirlər bəzən, iyi deyirik. Koku hər nə iyi olsa, məsələn bir dənə nənəmiz yemək pişiribdir, onun iyi, qızıl gülü iyi. Məsələn, mən dünyanın hər yerinə gedən bizim o kətdə bir-iki dənə qızıl gülü var idi. Mən hələ, məsələn, qızıl gül deyəndə onu bilərəm, o birisilər mənə o qət yapışmaz. Uşaqlıqda onu mən yiyərdim, məsələn. Kokularını istir o iyləri ki var idi, o uşaqlıqda alıbdır, yenidən yaratmalıdır. Onları yenidən yaratmalıdır, onları yenidən təcrübə eləməlidir. Ta sıxıntısı azalsın. Onun üçün insanlar qocalanda da nənələrinə, bacılarına, qardaşlarına, dədəsinə daha çox yaxın ola bilir. Çünki, məsələn, adam utanmasa başını qoya nənəsinin dizinə, dədəsinin dizinə. Məmulən dədə ki olmaz, dədələr bizi dizlərinə almazlar, amma nənənin dizinə qoya, məsələn, uzana. Onunla bir dərdi dil eləyə, danışa, əlini çəkə başına. Bu insana bir rahatlıq verir. Zehninin kəndiliyindən, hərəkət və tavırlarından gərəktirdiyindən bunu yapmaq zor deyildir. Baxın, yenə deyir bunu. Mən əvvəldə demişdim, zehnimizi də gərək deyişdirək. İndi onu deyir ki, zehni kəndiliyindən bizim zehnimiz öz-özünə işlər. Biz yatsaq da bu işləri, yuxu ki görürük, bu zehn işləyir orada. Mən bu gecə bəlkə 50 dana yuxu görmüşəm. Yəni, neçə gün əlbəttə çox dalbadan yuxu görürəm. Yadımda da qalır bir azı çoxu ki nədir, amma kollidə alsan yadımda qalır. Amma zehni bu, istəyirəm zehn işlir. Biz zehnimizi mütləq saxlaya bilmərik. Tormuzu yoxdur, zehnin çəkəsən deyəsən ki, dur da tərpəşmə. Bəlkə bəzi adamlar təmrin, məşq sözü, təmrin ərəbcədir. Məşq eləyərək, bir müddət öncə eləyə bilərlər ki, bir dana fikrin üstünə zoom eləyərlər, təmərküz eləyərlər, xiyalların, fikirlərini rahatalar. Mən bunun ən yaxçısını, doğrusunu desək, indi namaz qılmıram, amma namaz qılan zaman yadıma gəlir ki, məsələn, görürdüm ki, bəzi şeylər yadıma düşür ki, ayrı vaxıl axtarıram, düşmür. Niyə? Çünki orada çalışırsan ki, fikri biraz azaldasa, bir təmərküz eləyəsən Allah'la danışmağa. O şeylər ki, qabaqsan, zehnin içində fikirlər dalbadal, bir saniyədə milyon fikir gəlir, gedir. Bilmirəm, neçə milyon vaqəən fikir gəlir, gedir. Yəni, biz bu fikirlər milyardılar saniyədə ittilaat, kompüterdə deyirlər ki, byte, gigabyte. Gigabyte
ittilaat gəlir, gedir zehnimizdə. Bir-birini bunlar örtürlər. Onun üçün bəzən bunların bəzi ki, bir şey axtarırıq, onu tapamırıq. Niyə? Çünki zehnimizdə bir ayrı bir şeylər o qədər gəlir üstə ki, onları qoyuraq da. Amma təmərküz edəndə, namaz qılanda bir önce o yadımıza düşdü. Hətta şeir də bu cür olur. Bəzi adamlar deyirlər, ilham olur bizə. Bu cürdür. Yəni, şeir ilham olmaz. İlham adında bir şey yoxdur. Amma zehnimizi biraz boşalda bilsək, biraz rahatsatsaq, zehnimizdə taza bir şeylər çıxmağa başlar. Normalda yol yeriyəndə bu ittifaq iş verər, əl verər. Siz əgər çıxsaz yolda yol yeriyəsiniz, zehniniz daha yaxşı işlər. Çünki yerimaq, zehn neçə işi bir zamanda görməyə qadirdir əlbəttə, bunu deyim. Biz məsələn mümkündür 2 dənə işi eyni zamanda görə bilmirik, 3 dənə işi eyni zamanda görə bilmirik. Amma zehni görür. Mən əlan sizinlə danışıram, kitabı əlim saxlayır, burada bir yer qaşınır, onu əl atıram, zehnində bir ayrı bir şeylər getirir, gözüm bir ayrı bir şeylər görür. Bunların hamısını zehn eləyə bilir ki, qavrasın. Zehnin kəndiliyindən, zehnin özündən hərəkət edə bilər. Zehn özü-özündən hərəkət edə bilər. Ən son şey də ki, bizim bədənimizdə ölər, zehnidir, beyindir. Beyin deyək. Zehn deməyək. Beyindir. Mənim nəzərimə zehn o zərfdir, qabdır ki, orada beyin qərar tapır. Amma hər halda. Deyir ki, bu öz-özünə işlər. Beyin işlər. Ən son ölən şey də odur. Amma mən bunu bilmirəm ki, zehn əgər bilir ki, beyin hər şeyin bədəndə deyirlər ki, alimlər bunu deyirlər ki, beyin bədəndə hər şey qabaqdan bilir ki, nə olacaqdır. Çünki o dəstur verir filan şey olsun, olmasın. Niyə bəs bu bilmir ki, mənim, məsələn, indi qanımda bir ləxtə var, bu ləxtə gəlir beynimə tərəf gəlsə bu damarlara, mən damardan geçməyəcək, vuracaq, partladacaqdır, mən öləcəyəm və ya mərizləyəcəyəm. Niyə onun qabağını almır? Bu sorunu mən dünəndən, bu kitabı oxuyandan bu sorunu düşünürəm ki, nə olubdur, niyə beyin beləsi, ya beyin hər işi görə bilmir, ya baş tapır, ya bilmir, bədənin ayrı yerlərdə özlərinə bir müdiriyyətləri vardır. Yoxsa beyin bilir ki, mən 2 saatdan sonra, 1 illik ondan qabaqdan bilir ki, mənim qanımda ləxtə var. Və bilir ki, bu bir gün gələcək beyinə. Niyə bunun qabağını almır? Niyə məsələn bədəni yaratmır, bir yerdən yaralamır ki, oradan çıxsın eşiyə məsələn? İç qanamaları bəlkə bu anlamda ola bilər. İç qanamalar. Amma o da o qədər deyil ki, o çıxsın. Görsə o iç qanama. Hər halda bunu istirdim deyəm ki, belə bir, mənim də elmə görə belə bir sualım var. Dostlar, dedi ki, kəndiliyindən hərəkət və tavırlarını mənim rəftarımın, tavır, rəftar, tavır gözəl bir sözdür, tavırlarını gərəkdiyindən bunu, tavırlarını da deyir gərəkdiyindən, o əqlimizin, beynimizin, zehnimizin tavırları ya bizim bədənimizin tavırlarının gərəkdiyi yerə lazım olduğundan bunu yapmaq zor değildir. Bu işi görmək zor deyil. Ki, beyni də biz değiştirmək də çox zor görmür bunu. İyi niyyətli sümürgəcinin, sümürgələşdirənin yaşamına uymasını talep etmək sol kanat aydınlarının bir dönem moda olduğu gibi əməkçiləri təqlid etməsini istemək kadar saçma olur. İndi dostlar burada bir şey deyir. Deyir ki, iyi niyyətli bir sümürgəci, dedik ki, mən əvvəldə dedim belə bir şey. Deyir sümürgəcinin, sümürgələşdirənin yaşamına uyması. Bir iyi sümürgəci gələ, fars, deyək ki, mən isə türk kimi yaşayam. Bunu istir desin. Sümürgələşdirilənin yaşamasına uyması. Uymaq, yəni ona tay yaşaması, ona bənzəməsi, ona, elə dedim də bunlar, zehnimə gələn bu iki söz. Talab etmək. Deyir, belə tələb eləyək, istəyək ki, bir iyi sümürgəci, bir sümürgələşdirənlə tay yaşasın. Deyir ki, bu nədir? Deyir, bu
sol fikrindən, kommunisti, sosialisti fikirdən gələn bir fikirdir. Qəbul eləmir, rədd edir bunu. Deyir ki, qəbul eləmirik da, bu düz deyil. Saçmadır. Axırda deyir ki, saçmadır. İndi bu cümləni deyək, indi ortadasını görək deyir. Sol kanat aydınlarının sonra da deyir ki, bir dönəm moda olmuşdu. Bir dönəm mod olmuşdu. Solcuların aydın, ziyalı dediyimiz dünən deyirdik ha, roşən fikir. Onun. Deyir, bir zaman onların moda olmuşdu. Ki deyirlər, nə cür olsun? Aha. Deyirdi ki, olduğu kimi əməkçilərin, işçilərin xaricər, əməkçi xaricər, işçilərin işçiləri təqlid etməsini istəmək qədər saçmadır. Deyir, bunlar deyirlər ki, biz əgər xaricər tərəfdarıyıq, diqqət buyurun, biz xaricər kimi yaşamalıyıq, xaricər kimi yeməliyik, xaricər kimi içməliyik, xaricər kimi dolanmalıyıq, xaricər kimi danışmalıyıq, xaricər kimi baş gözümüzü darıyıb ya, hər necə o cür biz o cür olmalıyıq. Onun giyimi girməliyik. Deyir ki, bu bir saçma bir şeydir. Siz sümürgəçidən də belə intizarınız olsun ki, sümürgəçi də gəlsin, o kətli kimi, o sümürgələşdirilən kimi yaşasın. O nə deyir, onu yesin, o nə cür düşünür, o cür düşünsün, o nə cür yatır, o da o cür yatsın, nə cür durur, o cür, nə cür dolanır, nə cür hara gedir, o da o cür şey. Deyir ki, bu saçma bir şeydir. Belə bir şey roşən fikirlik deyil. Saçmadır. Saçma da yəni əhməqanə. Deyir ki, indi burada sol qanat ayımı bir dönəm moda oldu. Deyir ki, bu bir zaman bir mod idi. Amma təəssüfən İranda da var idi. İranda elə indi də moddur. İnsanlar istəyirlər ki, bir hünəri əhs alalar, bir ehsas siqar çəkib başında belə deyir, mən çox hünəriyəm, ya çox şeyəm. Əcibdir, bilmirəm. Bunlar bu modlar, ya məsələn istəyir ki, mən gözələm. Məsələn, ya dövlətliyəm. Məsələn, əcib qərib başmaqlar, filanlar, bəhmanlar giymaqla, yəni mən, ya məsələn görürsünüz ki, bəzi adam indi daha çox aşağı olubdur. Görürsən, bir dənə adam bir dəfə kilo kebab yiyibdir. Onun əksini salır, qoyur internetə. Bax, bu, nə bilim, nə deyim. Tamam. Bu aydınlar yarım yamalaq giyinməkdə israr etdikdən bir gömləyi güllərcə giydikdən və kabaralı ayaqqabılar giydikdən sonra takındıkları pozun aptallığını çox getmədən kavradılar. İndi o solculara danışır ki, deyir ki, bu aydınlar, bu solcular ya bu aydınlar fikirlə gərək millətdən təqlid eləyər, ya xaricidən təqlid eləyələr. Bu aydınlar, dəqiqən dostlar, bunlara diqqət buyurun. Bu günlər fikir ki, biz Amerikadan, Avropadan hər şeyi təqlid edirik da, məsələn. Bəzi şeyləri deyəmirəm ki, axı. Deyir ki, bu aydınlar, belə bir aydınlar ki, təqlidçidirlər, aydın deyirlər, yarım yamalaq. Yəni, yarım yamalaq, yəni, yarım yamalaq da, yəni elə kamil şəkildə yox, amma bənzətməyə çalışırlar. Giyməkdə israr elərlər. Yarım yamalaq o kətlilərin, işçilərin paltarını giyməyə israr elərlər. Bir gömləyi, gömlək köynək, biz köynək deyirik. Bir gömləyi günlərcə giydikdən sonra çıxadarlar. Yəni yumazlar. Günlərcə bir köynək giyərlər. Və kabaralı, yəni indi başmaqlar ki var da, ayaqqabılar. Ayaqqabılar yazır da, ayaqqabı. Kabaralı, kətlilərin və işçilərin dəmirli başmaqları var da, bilmirəm, görmüsünüz yox. Biraz yekədirlər, kabarlıdırlar. Yəni şişi başmaqdılar, şişkin başmaqdılar. Deyir ki, xaricərlərə baxsaq, dəmir işləyənlərə xüsusən nəccarlar, dəmirlərdə, onların ayaqlarında bunu çox görərsiniz. Fabrikalarda işləyənlərin hamısında olar. Qabaralı başmaq. O, indi deyirlər, kəfşi mühafiz deyirlər. Nə mənə deyirlər farsça, bilmirəm. Deyir ki,
Mən itirmişəm. Kabaralı ayaqqabıları giydikdən sonra takındıqları, yəni bayaqları dedik o saplandıqları. İndi həman sözdür. Deyir ki, buna ki belə taxınmışdılar ki, gərək belə ola, buna israr edirdilər. Əcib bərif bunu bəhslər, roşan fikri bəhs edirdilər. Deyir, pozun, bu pozun, poz dostlar, bizdə elə həman mənadadır ki, dünyanın poz, bilmirəm, Türkçədə var idi. Bilmirəm, bu ayrı dildən bizim kətlərimizə gəlmişdi, yoxsa elə var idi. Məsələn, bir poz vermək, məsələn, əlin qoyurdu burasına, belinə, məsələn, burasını belə elirdi, bığın beləsi, börkün beləsi, o, məsələn, ona bir poz deyirdik da, yəni, elə pozdur, adı pozdur. Deyir, pozun aptallığını, belə bir pozun aptallığını ki, məsələn, istəyəsən dəmirçi kimi giyinəsən. Mən karicər tərəfdarıyam, kommunistəm, ya hər nəyəm. Karicər tərəfdarıyam, mən karicər kimi giyinəcəm. O karicərlərin dəmir başmaqlarını giyəcəksən. Onlar giyirlər ki, ayaqlarına dəmir düşdü, bir kəsər bir şey düşdü, ayaqlarını kəsməsin. Sən bunu niyə xiyabanda, evdə, qonaqlıqda, orada, burada giyirsən? Onlar, məsələn, sürməyi xoşçalvar giyirlər ki, o yağ, çirk, ufunət ki, bunlar onun içində işləyirlər. O, bu paltarlarına görsənməsin çox. Sən niyə bunu giyirsən? Sən niyə paltarı değişdirmirsən, yumursan, filan bəhman? Deyir ki, aptallığını, aptal dəqiqən himaqət. Himaqətin, ahmaqlığın sözüdür. Çox geçmədən anladılar, kavradılar. Özləri bunu düşündülər ki, bu ahmaqlıq da, roşanfikirlik deyil ki. Siqar çəkmək roşanfikirlik deyil. Dodağına əməl eləmək, başına, qaşına, gözünə əməl eləmək roşanfikirlik deyil, gözəllik deyil. Bilmirik gələcəkdə nə olacaq. Bilmirik ki, məsələn, 20 ildən sonra ki, bu qaşına, gözünə, dodağına, orasına, burasına əməl eləyir, bunlar başına nə oyun gətirəcəkdir? Mümkündür 20 ildən sonra Allah görsətməsin bizim camiəmizdə, İran adlanan bir yerdə milyonlar ağzı burnu sərətan olmuş görək. Milyonlar. Çünki indi feylən bunu gözəllik olaraq istifadə edir. Məsələn, dodağın şişirdir, gözün, orasın, burasın. Amma bir 20 ildən sonra bu indi məsələn 20 yaşı, 25, 30, 40 yaşı var, 50 yaşı var, bir 70 yaşını yetişən görək ki, nəcür olacaqdır. Görək ki, mən biraz bədbinəm. Mən biraz qorxağam bu qəziyyədə. Qorxuram ki, sorular bizim cəmiyyətimizdə bir çox əcib qəriz mərizçılıqlar buradan üstə xüsusilər olsun. Əlbəttə bir də yanlarına, nə bilim, sinələrinə, döşlərinə, filanlarına da bu tür bir şey görürlər. Biraz qorxuncudur. Mənim nəzərimə qorxuncudur. Çünki biz bilmirik ki, onlar bədənə nə təsir qoyurlar. Side effect deyirlər da, təsiratı canibisi nədir? Side effectləri nədir? Və 20 ildən sonra, 30 ildən sonra insanların bədənində qaldıqca nələrə təsir edir? İndi mümkündür, yaxşı, bu maddənin əlan xətəri yoxdur. Amma bu maddə bədəndə qaldıqca, bədənə gedən maddələrlə qatışdıqca bunlarda bir şey olacaqdır. Bədənə cəzb olur bu. Bədən bunları somurur. Hər halda. Bu roşanfikirlik deyil. Mən qorxuram. Mən çox qorxuram buna. Qaldı ki, bu durumda dil, mutfaq və təməl gələnəklər aynıdır. Deyir ki, qaldı ki, bu durumda, yəni karicər olsun ya işçi olsun, ya o ziyalı olsun, ya o sümürgəçi və sümürgələşdirilən olsun. Deyir ki, bu durumda dilləri, danışdığımız dil, mutfaq, yəni yeməklər, mutfaq öz əslində yemək bişirdiyimiz yerə mutfaq deyirik. Bizim elə qədimdə Təbrizdə, kətlərdə mutfaq deyərdilər. Mutfaq o yemək, amma bir də yemək vardı. Amma mutfaq deyəndə, yəni o kültürün yeməklərin kompləsi, hamısı. Mutfaq bu anlamda dostlar. Yəni tamam yeməklər ki, onlar hazırlayırlar, yeyirlər, hər nə mənə şirin, acı, turş, bunların hamısı o mutfaq hesab olur. Və təməl gələnəklər və əsas paya rəsm, rüsumlar aynıdır, eynidirlər. Kadınlar da modanın aynı ritmini izliyorlardı. Bir hanımlar da, hanımlar da modun aynısını izliyor. Eyni bir o roşanfikirlər kimi ki, məsələn, hətmən gərək
siqar çəkə ta ona nevisəndə deyələr, ya başının tükünü uzalda, ya filan cürə bölkü başına qoya ta bu deyələr bu filan kəsdir, musiqiçidir, hünərçidir, filancıdır. Deyir ki, xanımlar da modanın aynı ritmini, eyni onlara ta elə həman ritm, ahəng izliyorlar. Bir dəqiqən onlar da onu təqib edir. Burada izləmək, təqib eləmək, dalısından getmək çox gözəldir. Görürsə təqibi necə izliyorlar, gözlürlər. Radiodan, televizyondan, seriallardan filandan. Bir dənə Türkiyədə serial vardı. Çox paltar tərrahi eləyirlər orada. Yəni bəlkə hər bölümdə 50 dana, 100 dana təzə paltar tərrahi eləyirlər. Yasaq əlma deyə. Məsələn, mənim qızım ki, tərrahdır, paltar tərrahıdır, paltar sektorunda işləyir. Bu məsələn o serialı çox sevir, ona baxır, çünki ona idea verir və onları giyməyə, onlar kimi giyməyə də çalışır. Bu da modaçılığın bir şeyidir ki, bir xanımlar çox bu qəziyyədə dadlar. Aydın əksinə, indi Aydın kimdir? Aydın əksinə sümürgəci isə sümürgələşdirilənlə hər hangi bir şəkildə özdeşləşməyi rədd edə bilir. Deyir, amma Aydın nə cürdür? Aydın bir insan, diqqət buyurun, bu çox mühümdür. Aydın bir onların tərsinə. Aydın o solçuların, o adamlar ilə biz yer təqlid ilə xanımların, deyir, bunların tərsinə, əksinə, sümürgəci isə, deyir, onların tərsinə. Sümürgəci də necədir? Sümürgəci dedik farslar filanlar. Deyir ki, bu sümürgəci isə sümürgələşdirələnlə, bunlar bir-biri ilə, sümürgəci ilə sümürgələşdirələn. Aydınla aydın olmayan. Deyir, bunlar hər hangi bir şəkildə, hər hangi bir halətdə, şəkildə özləşməyi rədd edə bilirlər. Bunlar təvafuq, özləşmək, təvafuq eləmək, bir şeyə çatmaq, bir fikrə, düşüncəyə çatmağa, ya rəftara çatmağa, bir yerə çatmağa rədd elərlər. Eləyə bilərlər, eləyə bilirlər. Deyir, yəni, ola bilər ki, bunlar bir-birə nəsə müxalifə etsinlər, ya gəlsinlər, bir yerə çatsınlar, özləşsinlər. Özləşsinlər. Bir 4 sətrimiz qalır, əcəl eləyə bilsəm, bunu qutaram ki, saat qutarmamışdan. Bir kərəsində bir öğretmen bana kızaraq, nədən Arap ölkələrində fas takmayalım, siyahilərin ölkələrində yüzümüzü siyaha boyamayalım ki, deyir, bir dəfə bir müəllim dedi, deyə sormuşdu. Deyir, bir dəfə bir müəllim mənə bir cümlə dedi, 2 cümlə dedi və onda mənə belə soruşdu. Nə soruşdu, nə dedi? Dedi ki, bir dənə müəllim, öyrətmən, müəllim bana kızaraq, əsəbani olaraq, qızmaq, əsəbani olmaq, qızmaq. Bizdə də təbədə məsələn qızmaq, qızdırma deyərik, calibdir. Nədən Ərəb ölkəsinə gedəndə bir müəllim buna deyir ki, nədən bir Ərəb ölkəsinə gedəndə biz ərəblər kimi fes taxmayaq. Ərəblər bir başlarına bir şey qoyarlar, üstündə də belə bir şey taxarlar, onu saxlasın. O deyir, nədən? Üzrsə. Deyir, nədən biz ərəblər ölkəsinə gedən ərəblərə bənzəmək üçün onu qoymayaq? Müəllim bundan soruşur, Nayrıxan da özdən, niyə sən buna müxalifsən? Deyir ki, ya məsələn, nədən qərələrin torpaqlarına gedəndə özümüzü kömürlə, filanla, vaksla, filanla üz-gözümüzü qərələməyək ki, biz də onlara tay olaq. Bu qədər ahmaq roşənfik çoxdur. Biz Rıza Şah dövründə mütəəssifanə bu ahmaqlığa millətlər olaraq mübtəla olunduq. Bunun üçün bizim məsələn istədilər bizi Avropaya yetirərlər, dedilər böyürçünüzü dəyişdirin, başmağınızı dəyişdirin, şalvarınızı dəyişdirin, köynəyinizi dəyişdirin, kravat vurun, nə bilim, verini başmaq giyin, maşın gətirdilər, filan gətirdilər, bəhman və biz heç sabı dəyilik indi hələ. 100 ildən sonra biz bu məmləkətdə heç hesab düzəldənmirik. Bir dənə iynəni belə düzəltməyə qalmışıq xaricdən dəstgahını alaq, onun dəstgahını düzəldənmirik. Bu sümürgəcinin, bu öyrətmənin bir komünist olduğunu əkləmək gərəkir. Deyir ki, mən burada əlavə eləyim ki, əkləmək əlavə. Bu öyrətmən komünist idi. Amma bu komünistlik, indi biz bu komünistliği rədd eləməklə işimiz yoxdur. Komünistlərin də çox şeyi var. Amma istəyir deyək ki, insanlar roşənfikirliği təqliddə görürdülər. Zahirdə görürdülər. Mən məsələn
Çox üzr istəyirəm. Məsələn, əgər mən kravat vurmasam, roşənfiş deyiləm.